Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi İlkin Yusubov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi. Qeyd edək ki, Çapar Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində Qarabağ silsiləsinin cənub-şərq yamacında yerləşir. Burada qala və məbəd memarlıq abidələri var. Çapar kəndi Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdikləri antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. Çaparda mövcud olan fərdi evlərin sayı 104-dür. Onlardan da 41-i yararsız, 63-ü isə qismən yararlıdır. Evlərdən 40-ı artıq istismara hazırdır. İl ərzində daha 23 ev bərpa ediləcək. İlkin olaraq kəndə 26 ailə qayıdıb. Burada sosial məsələlərin həlli ilə bağlı bir çox iş görülüb. Belə ki, 3 ədəd mövcud transformator və elektrik xətti bərpa edilib, yeni elektrik, qaz və rabitə xəttləri çəkilib, su şəbəkəsi yaradılıb, su anbarları bərpa olunub. Uzunluğu 6 kilometrə yaxın olan kənd daxili yollar yenidən qurulub. Kənddə yeni salınmış parkda sakinlərin istifadəsinə veriləcək. Sonra Prezident İlham Əliyev kəndə köçən Kəmalə Dadaşovanın ailəsinə baş çəkdi və yaşayış şəraiti ilə maraqlandı. Kəmalə xanımdır, ailə başçısı. Hoş gəlmişsiniz. 3 nəfərdirlər, oğlu, qızı. Çok güzel. Hoş gəlmişsiniz. Sağ olun, siz də hoş gəlmişsiniz. Biz neçə gündür gəlmişsiniz? Sizin sələrinizə xoş gəlmişik. Sənin də Qarabağa ilk addımın çox xeyirli olsun. Bizim üçün də mətədiyim uğurlu olsun. Sağ olun. Öz ailəm adına sizi belə çox sağ olun, çox təşəkkürümü bildirirəm. Mən sizi təbrik edirəm, doğma vətənə qayıtmışsınız. Çox sağ olun, sizin Uzun sayənizdə. fasilədən sonra indi dövlət də sizi gözəl şəraitlə təmin Çox edib. şükür, çox şükür. Burada rahat Bugünkü günə çox yaşayacaqsınız. şükür. İşğal dövründə harda qalırdı? İşğal dövründə çox yerlərdə. Gəncədə. Keçmişi unutmaq olmaz amma Gəncədə. bəli. Keçmişi Şəraitiniz necə? Gəncədə hansı? Gəncədə, Harda qalırdınız orada? Gəncədə indi Gülsüm qəsəbəsində. Qəsəbədə. Qəsəbədə, bəli. Cənab prezident, o qəsəbə salınmış qəsəbədə Hə, dövlət tərəfindən salınmış qəsəbə. Bəli. Hə. Son vaxtlarda yəni. Son vaxtlar, hə. Amma uşaqlar hansı məktəbdə gülür? Əvvəllər müəyyən bölgələrdə yəni məcburi məskunlaşmışdı. Son vaxtlar Gülsüm qəsəbəsində. Hə. Yəni Amma indi burada Burada doğma məktəb də var, Doğma Cənab Qarabağ. bağça da var, hər şey. Hə. Bu məktəbdə mən orta məktəb, Çapar orta məktəbində qurtarmışam. Burada o. Burada Bəli, oxuyub. bəli, bəli, bəli. Amma özünüz hansı kənddə yaşamısınız? Ağdərə rayonunun Kərəmli kəndində. Kərəmli. Amma Bura yaxındır da. Bəli, 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 bəli. oradan Siz gəlmişik. qeydiyyatda olmuşsunuz amma Çardaqlı kəndində. bəli. Bəli, Çardaqlı kəndində. Tərtər rayonu. İndi hal-hazırda Çardaqlı əvvəllər tərtərdə, indi bizdədir. İndi bəli, Ağdərədə. Ağdərə. Ağdərə. Təbrik edirəm sizi bir daha. Çok sağ ol, çok sağ Sağ ol. ol. Minnettarım. Sağ olun.